Salam, hər vaxtınız xeyirli olsun. Səfiyyənin mətbəxinə xoş gəlmisiniz. Bugün sizlərlə çox ləzzətli haşlamanı necə hazırladığımı bölüşmək istəyirəm. Əgər maraqlıdırsa, keçək hazırlamağa. Bunun üçün öncədən soyuq suda saxlayıb qanını buraxıb yolmuş təmiz ətlərimizi qazana əlavə edirəm. Mən sümüklü ətlə hazırladım, ancaq mütləq deyil ki, siz də sümüklü əti sevməyənlər tikə ətlə də hazırlaya bilərsiniz. Və ətlərin hamısını qazana yığdıqdan sonra üzərini keçəcək qədər soyuq su əlavə edirik və qoyuruq ətimizi qazın üzərinə. Qaynayan ətin üzərindən kəfini yaxşıca yığırıq. Ətin kəfini yığarkən əgər hiss etsəniz ki, ətinizin suyu çox bulanıqdır, yəni kəflidir, o zaman ətlərinizi, ətlərin hamısını boşaldıb, yuyub, təkrar qazana qoyub, üzərinə su əlavə edərək qaynada bilərsiniz. Ancaq məndə gördüyünüz kimi şəffafdır suyu və içərisinə bir kiçik soğan və bir neçə ətirli istiot əlavə edib, qapağını biraz aralı qoyaraq ətlərimizi bişirirəm. Və artıq hardasa 40-45 dəqiqədir ətlərimiz bişir və mən indi üzərinə duz əlavə edib təkrar ətlərimizi bişirməyə davam edirəm. Və ətlərimiz bişməyə davam etdiyi müddətdə biz digər tərəvəzlərimizi hazırlayaq. Öncə tavaya kərə yağını əlavə edib yağımızı yaxşıca əridirəm. Yağımız tam əridikdən sonra öncədən doğradığım uzun sov dilimlər halında, yəni yarım aypara şəklində 2 ədəd iri soğanı yağa əlavə edib bir balaca qarışdırıram və elə ağzı açıq, yəni qapağın ağzını örtmədən soğanlarımızı biraz qovururam. Soğanlarımız tam öldükdən sonra içərisinə duz əlavə edirik. Duzu əlavə edərkən bulyona əlavə olunan duzu da nəzərə alırıq. Yəni çox əlavə etməyək ki, yeməyimiz sonra duzlu olmasın. Və bu qayda ilə bir balaca da soğanları qovurduqdan sonra öncədən doğradığım 3 rəngli biberdən əlavə edirəm və hamısını birlikdə qızılı rənglə, yəni soğanlarımız qızılı rəng alana qədər bərabər qovururam. Gördüyünüz kimi artıq soğanlar qızılı rəng alıb və indi bu mərhələdə üzərinə öncədən soyub təmizlədiyim 2 ədəd orta boy pomidoru qabığını təmizləmişəm. Yeməyimizə əlavə edirik və tərəvəzlər tam yağa düşənə qədər qovururuq. Mən bir balaca ətriyyat olaraq qara edilmiş istiot da əlavə etdim. Yaxşıca qarışdırıram və gözləyirəm ki, tam yağa düşsün. Hiss edirsiniz yəqin ki, bir balaca hələ suyu var və bir neçə dəfə də qarışdırdıqdan sonra artıq, baxın, göstərirəm sizə, çox gözəl şəkildə yağa düşüb. Deməli, artıq tərəvəz qarışımımız hazırdır. Artıq götürüb bir kənara qoya bilərik. Və indi keçək yeməyimizi hazırlayacağımız qabı qazın üzərinə qoyuram. Qazın xodunu alıram və qazandan qaynamış ətlərimizi bir-bir çıxardıb tavaya yerləşdirirəm.
Ətlərin hamısını tavaya yığdıqdan sonra hazırladığımız tərəvəzləri ətlərin üzərinə əlavə edib hər tərəfinə gələcək şəkildə üzərinə yayırıq. Yəni bu üsulda haşlama həqiqətən çox ləzzətli alınır. Siz hansı üsulda hazırlayırsınız? Gözəl xanımlar, rəylərdə yazmağı unutmayın. Və yeməyimizin üzərinə ətin bulyonundan bir neçə çömçə əlavə edirəm. Yəni bu sizin zövqünüzə görə biraz az, biraz çox ola bilər. Amma nəzərə alın ki, yeməyimizin kartofları da ətin bulyonunda bişməlidir. Ona görə əgər çox sulu sevirsinizsə, hemen üzerine əlavə etməyin. Qoyun qazanda biraz bulyonunuz qalsın. Yəni kartoflarınızı bişirəcəyə çatacaq qədər. Və bulyonun içərisindən soğanı da çıxardıram. İçərisinə öncədən yuyub doğradığım kartofları əlavə edirəm. Və çay qaşığının yarısından azacıq sarı kök əlavə edib, qapağını da ağzına qoyub tam 15 dəqiqə ərzində orta alovda kartoflarımızı qaynadıram. Və bu müddət ərzində mən yeməyimizi sadəcə bir dəfə yüngülvari qarışdırıram ki, üzərində olan tərəvəzlər biraz dip hissəyə getsin və dadları bir-birinə yaxşı qarışsın. Mən sizə qazın alovunu da göstərim. Yəni minimum həddə gətirərək sadəcə dəm alacaq qədər az ateşdə, yəni yeməyimizi bişiririk. Və 15 dəqiqə keçdikdən sonra yeməyin kartoflarını da üzərinə yığıb bir balaca bulyondan əlavə edirəm. Yəni sarı köklü bulyondan biraz daha əlavə edirəm. Qeyd edim ki, məndə qazanda bulyon onsuz da çox az idi və onu da qazana əlavə edib, belə deyim, yeməyimizi qoyuram ki, bir 10-15 dəqiqədə bu halda dəm alsın. Yəni həqiqətən çox ləzzətli yeməyimiz alındı. Əgər bu üsulda hazırlamamışsınızsa, mütləq hazırlayıb dadına baxmağı tövsiyə edirəm. Allah hər birinizin evinə bol ruzi bəxş etsin. Hər biriniz sevdiyiniz təamları hazırlayıb ailə üzvləri ilə bərabər sağlam canla nuş edəsiniz. Və 15 dəqiqə sonra artıq yeməyimiz tam hazırdır. Mən qazın altını söndürürəm və yeməyimizi 15 dəqiqə ərzində də bağlı qapaq altında dincəltdikdən sonra artıq yeməyimizi servis edə bilərik. Bu qədər asan və həqiqətən çox ləzzətli yeməyimiz alındı. Yeməyinizi süfrəyə verərkən mən üzərinə azacıq keşniş əlavə etdim. Siz də öz zövqünüzə görə istər nanə qurusu, istər göyərti, yəni sevdiyiniz formada süfrəyə təqdim edə bilərsiniz. Məndən bu qədər. Siz isə əgər videomu bəyəndinizsə, sizin üçün faydalı oldusa, videonu like etməyi, şərhlərdə fikirlərinizi yazmağı unutmayın. Bu sizin üçün asan, mənim üçünsə çox dəyərlidir. Dəstəki olan hər kəsə öncədən təşəkkür edirəm. Sağ olun, Allaha əmanət olun. Gələn videolarımda görüşənədək.